Amal təzə gəlindi, evindəkilərə hörmətsizlik edir, qaynana saymır, çox dikbaş gəlindi, peşman olar etdi ki, bu indiki zamanda təzə gəlinlərin əksəriyyəti belədir canım. Çünki indiki gəlin kimi göndərmirlər ki, reket kimi göndərirlər gəlinləri, qızanaları. Qızı verəndə deyirlər ki, məsələ üçün, mənim qızım sənin qaravaşındır. Və başa düşmədim, bu ailə sənin qızının qaravaşı olmalıdır, bunu dərk etmirlər. Məsləhətinə şükür, devrin, o deyirik, əmanətə xəyanət, haqsızlıq, hərc-mərclik, azğınlıq, pozğunluq, bu azğın bir xarakterdir də, belə tərbiyə edib o ana göndərən. Səhv o anadadır, elə, yəni getdiyin yerdə böyüyə hörmət, kiçiyə diqqət diplomu var, o gözə görünmür, o kağızda deyil, o imandadır, əməldədir. Onu da bu analar indi vermir də, zamana görə bunlar yaşanmalıdır, deyir, gəlin olmaz, gəlin düşən yer, gəlin olar, indi sən gəlin ol, niyə? Məsləhətinə şükür, bir də özündə bir axtar gör, harda kimi gəlinə lağ eləyibsən, Allah kütüf qabağına qoyub ki, alaba belə də olur. Lağ eləmə qonşuna bir gün gələr başına, bəlkə bundan da olur. Özündə də bir səhv axtar. İndi gəlinlərin 99% budur. Narahat olma. Görməzdən gəl. Kərəm sahibi böyük insan olsa da, cəza verib tənbih etməyə hüququ çatsa da, günahı bağışlar, nöqsandan keçər. Keç nöqsan. Elə bil evladındır. Evladındır da zaten, gəlin də bir evladdır. Kürəkən də bir evladdır. Yəni, evladının parasıdır. Elə bir evladın bir səhv edib keçibsin. Belədir. Kim idi o bugün mənə yazdı? Çoxdur belə yazanlar, çoxdur. Çoxdur. Bugün məndə bu qaynadı da. Dedi ki, qəlbimdən gəldi ki, mən bu sözü təkrarlayım dönə-dönə. Yəni, bu qız anaları, düz deyil, onları da Allah Teala o şəkildə. Əgər qızınızı ərə verib, özünüz ərlik edəcəksinizsə, yəni qızınızı ər evində oturmağa qoymayacaqsınızsa, çətinliklərə dözməyə, əziyyətə boyun əyməyə, bu xəmiri, necə deyirik, bu ailə xəmirini yoğurmağa qoymayacaqsınızsa, ərə verib xaxa bədbaxt eləməyin. Bax, bu gəlib bugün mənim içimdən. Başa düşdün mü? İndi qız anaları belə göndərir. Düzdür, oğlan evində də səhvlər çox olur. Amma qız anaları da göndərir, əlini belinə qoy, fırınlıq elə. Bu zamanın Allahın lütfüdür, zamanın hökmüdür. Amma bunun da bir nöqtəsi var. Məsləhətinə şükür. Deyək, gözləyək.